Salam, bugün olan əsas xəbərləri dinləyirsiniz. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Joe Biden İstanbulda törədilən terror aktına münasibət bildirib. INS-in Washington bürosunun müxbiri Qənirə Ataşovanın sualını cavablandıran Amerikalı rəsmi IŞİD-lə mübarizədə bütün dünya ölkələrinə həmrəy olmağa çağırıb. Vitse-prezident terror qruplaşmalarının gizləndikləri sığınacaqların aşkar edilməsi vaxtının çatdığını bildirib. Birlikdə mübarizə apararaq sivil dünyada cihadçılarsız yaşamağın mümkünlüyündən danışan Biden bunun üçün bir qədər zamanın lazım olduğunu qeyd edib. Bugün ATƏT-in fəaliyyətdə olan sədri Almaniyanın Xarici İşlər Naziri Frank-Walter Steinmeier Azərbaycana işgüzar səfərə gələcək. Səfər zamanı Steinmeierin Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədiyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq. Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək. Qeyd eləyək ki, Alman nazir ötən gün Ermənistanda səfərdə olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Böyük 20'lərin sammitində görüşmək barədə razılıq əldə ediblər. Bu barədə Ərdoğan Ankarada çıxışı zamanı bildirib. Stat: "Biz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardıq. Mən əminəm ki, bu danışıqlar çox faydalı oldu. Biz münasibətlərimizin əvvəlki səviyyəsinə qaytarılması barədə razılığa gəldik", deyə Ərdoğan bildirib. Qeyd eləyək ki, G20 sammiti sentyabrda Çində keçiriləcək.